الحمد لله نحمده ونستعينه ونستغفره نعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهد الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Əziz və dəyərli qardaş, müsəlman qardaş, babacılar. Yeni il bayramı barədə danışmaq istəyirəm. Onun keçmişi barədə, keçmiş tarixi barədə, bu bayram nə ilə, hansı ənənələrlə bağlıdır, keçmiş ənənələrə hansı etiqada bağlıdır, bu barədə istəyirəm, əziz dəyərli qardaş, babacılar, sizə məlumat verəm. Bunun çox qədim keçmişi vardır, keçmiş tarixi vardır. Və bunun qədim keçmişlə bağlı tarixi nəinki hətta xristianlıqla, hətta xristianlıqdan öncəki qədim Roma və Yunan etiqadı ilə, batıl inancları ilə birbaşa bağlılığı vardır. Hansı ki, hal-hazırda biz belə də bu bayrama biraz əyləncə kimi baxırıq, uşaqları əyləndirmək kimi. Şaxta baba gələcək, yolkanı bəzəmək, bir çox atributlar var da, bizi bilirik. Amma bunun arxasında tamam başqa bir, yəni qədim, çox qədimə dayanan, qədim tarixə dayanan keçmiş ənənələr vardır. Yəni batıl inancların ənənələri vardır ki, bu da birbaşa dediyim kimi, nəinki xristianlıq, hətta xristianlığın öncəki qədim Roma və Yunan etiqadı ilə bağlıdır. Bu barədə danışmağa gəldikdə, yəni tarixçilər belə məlumat verirlər ki, o qədim dövrlərdə hansı ki, indi Şaxta babanın prototipi olan Janus deyilən zaman tanrısı olub. Hansı ki, o həmən, o da bir ilah olub, tanrı olub. O dövrdə də onlar belə mərasimlər keçiriblər, müəyyən ağızları bəzəmək və onun ətrafında dövr etmək. Yəni, bir çox inanclar olub ki, hansı ki, həmən inanclar da həmən keçmiş dövrlərdə olub. Qədim Romada, qədim Yunanistanda. Həmçinin Santa Claus, qərbdə ən çox da məşhur olan Santa Claus deyilən bir atribut var. O da qədim dövrlərdə, xristianlıq dövründə Nikol adlı keşiş olub. O da onun adıyla bağlıdır. Həmən Santa Claus onun adıyla bağlıdır və o dövrlərdə həmən onların etiqadı bir inancı olub. Halbuki şübhəsiz ki, o tam xristianlıqla bağlı deyil, dediyim kimi. O dövrdə İsa Aleyhisselam həvarilərindən olan Petrus insanlara tövhid dininə dəvət elədiyi kimi, biz hamımız bilirik ki, bütün peyğəmbərlərin dini tövhid dini. Həm də İsa Aleyhisselam da gəldi, tövhid dini ilə insanlara o haqq dini çatdırmaq istədi. Çünki biz bilirik ki, yahudilər, yahud xaxamları insanlara aldadırdılar. Yəni, təhrif olmuş dini insanlara çatdırırlar, təbliğ edirlər. Lakin İsa Aleyhisselam gəldi, İslam peyğəmbəri kimi insanlara tövhid dini anlatmağa başladı. Bunlar havarilərinə Petrus o tövhid dini insanlar olduğu kimi çatdırdığı halda, lakin Pavel adlı bir Yahudi, Paulus onu deyirlər və tarixdə Pavel kimi adı tanınıb beləncə. Və o Pavel gəldi, özü Yahudi ola-ola İsa Aleyhisselamın sağlığında o da onun dini qəbul etməmişdi. Həmən dini, haqq dini, tövhid dini qəbul etməmişdi. Lakin ondan sonra isə o özünü həmən dini təmsilçisi kimi göstərdi. Çünki o da bu dini qəbul edib, o dini mənsubu kimi özünü göstərərək insanları batıl inanca, hansı ki, o hətta İsa Aleyhisselamın dini qəbul etmədiyi halda o bütpərəstlikdən qədim Roma və Yunan etiqadlarını götürərək və bu yəni öz batıl fikirlərini bu din kimi, xristianlıq dini kimi insanlara təqdim etdi. Hansı ki, o da elə, çünki hakimiyyət də, çünki biz bildiyimiz kimi həmən dövrdə, həmən ərazilər, İsa Aleyhisselamın yaşadığı həmin tarix ərazilər Bizans imperiyasının hakimiyyəti altında idi. Və o da istəyirdi ki, Pavel də istəyirdi ki, Petrusdan yox, əsl həqiqi tövhid dinindən yox, bundan o etiqadı qəbul etsinlər. Bu da ona görə o dini bəzəyərək, qədim o bütpərəstlik etiqadı ilə sonra öz fikirlərini, o təhrif olunmuş fikirləri təqdim etdi. Hətta 325-ci ildə həmən məclisə təqdim etdi və o imperator orada həmən o batıl inancı, etiqadı qəbul etsin və belə də oldu. O məclisə qəbul edildi və o rəsmi din olaraq xristianlıq dini anlamaya başladı. Bildiyim kimi, xristianlığın əsas məsələlərdən biri də Allah qorusun, İsa'nın Allahın oğlu kimi təqdim edilməsi idi. Həmçinin də ki, bu adətlər, ənənələr də o Pavel'dən gəldi. Pavel dediyim kimi,
insanlara bunu təqdim etdi. Həmən o, halbuki onun adı qədim prototipe Janus idi, qədim zaman ilahi tanrısı idi. O sintez etmiş sanki, ki birləşdirmişdi ki bu inancı insanlara çatdırsın, batıl inancı və belə də oldu. Xristianlıq adı altında insanlar onu yəni etiqad kimi qəbul etdilər. İnancların əsas bayramları da bu bayram, yəni ildə bir dəfə bunu yeni il kimi keçirmək, Şaxta Baba və s. Qərbi Santa Claus dediyim kimi və insanlara batıl inancı yeritdilər. Yəni demək bu qədim tarixi var, bunun keçmişi bağlıdır. Hətta səmavi dinlə, səmavi dindən əvvəlki İsa əleyhissalamdan əvvəlki dinlə, batıl inancla bağlı ola görürsən ki, insanlar bəzi müsəlman bacı və qardaşlarımız bunu edidirlər. Yəni bunu elə belə əyləncədir, xeyr. Bunu birbaşa batıl inancla, etiqadla bağlılığı vardır. Halbuki bizim dinimiz də bunu qəbul etmir. Bizim dinimiz bunu qəbul etmir. Bizim dinimizin özünün iki bayramı vardır ki, Allah Rəsulü buyurdu sallallahu əleyhi və səlləm ki, Allah sizə bütün bayramları iki bayramla əvəz etdi. Ramazan və Qurban kimi bayramla əvəz etdi. Həmçinin bunun təhlükəsindən danışan Allah Rəsulü sallallahu əleyhi və səlləm buyurur ki, mən təşəbbəhə bi qavmin və huvə minhum. Kim bir qövmə oxşarsa, o da onlardan olar. Yəni bunları yerinə yetirmək, bu cür yəni ki, xislətli daşımaq, yəni oxşarlıq həm geyimli, keçimdə ola bilər, belə xislətlər də ola bilər. Həmçinin bu xislətlər dini inancları əhatə edir, etiqadları əhatə edir. Bu da nə deməkdir? Təhlükəli bir məsələdir ki, bir müsəlman digər, yəni ki, qeyri-İslami olan fikirləri özündə, yəni fikirləri götürərək onlara oxşasın. Onların ibadətlərini yerinə yetirməkdir. Çünki bayramlar ibadətdir bildiyimiz kimi. Bayram etmək ibadətdən olan bir şeydir, məhfumdur. Ona görə də o bayramları yerinə yetirmək sanki bir ibadət etmək kimi bir şeydir. Baxmayaraq ki, yəni dediyim kimi, biz elə bilir ki, uşaqlara, insanlara əyləndirmək istədir. Lakin dediyim kimi bu bir ibadətdir. Bu təhlükəli bir məsələdir. Və Rəbbimiz də bizim İslamı bəyənib seçmişdir. Dinimiz kamil dindir. Və Allah Subhanahu Quran-ı Kərimdə buyurur ki, Ali İmran surəsində: "Əfə qayra dinindən yəbğun." Yoxsa onlar Allahın dinindən başqa bir din ardınca başqa bir dini axtarırlar, daha doğrusu. Yəni ki, başqa bir din axtarmaya heç bir ehtiyac yoxdur. Çünki bizim dinimiz kamildir. Allah Teala kamil olaraq bizim dinimizi bəyənib seçmişdir. Ona biz kamil olanı qoyub kamil olmayan dinlərin arxasınca müsəlman getməməlidir. Ona müsəlman yaraşmaz. Hətta bunları yerinə yetirmək, bu etiqadları, bu inancları yerinə yetirmək, hansı bir keşişin, çünki müəyyən dövrlərdən sonra Santa Claus deyilən bir məhfum ortalığa çıxdı. Müəyyən orta əsrlərdə. Bu da dediyim kimi, əvvəldə qeyd etmişdim, bir keşişlə bağlıdır. Keşişin yerinə yetirdiyi bir ayinlərlə bağlıdır. Hər hansı bir müsəlmanın bunu yerinə yetirməsi həqiqətən də çox utanvericidir. Yaraşmaz müsəlmana ki, bu yəni ki, batıl olan etiqadın, dinin ayinlərini biz yerinə yetirək. Bizim dinimiz kamil olduğu halda, iki bayramımız olduğu halda bizə kifayət edər ki, öz bayramlarımızı yerinə yetirək. Əgər ona gələrsən, məsələn, bəzi müsəlman qardaş və bacılar belə bir fikir söyləyirlər ki, bu bir əyləncədir uşaqları sevindirmək üçün. Uşaqları sevindirmək üçün ildə bir dəfə gözlənməyə ehtiyacı yoxdur. Yəni bizim dinimiz əhatəlidir. Uşaqları necə sevindirmək lazımdır? Ailəni, ananı, zövcəni necə sevindirmək lazımdır? Bizim dinimizdə kifayət qədər həm ayətlər, hədislər var, yəni tərbiyə edici, yəni dinimizin tərəfləri var. Ona heç bir ehtiyacı yoxdur. Başqa dinlərə müraciət etməyə heç bir ehtiyacı yoxdur. Əlhəmdülillah dinimiz kamildir. Allah Teala bizim bu dinimizi yeni yetirməyə bizə müvəffəq eləsin. Allah hər bir müsəlman bacı qardaşlarımıza yardımcı olsun ki, öz dini həqiqətlərimizi, dinin gerçəklərini başa düşərək bunu əməl edək. Subhanallah, həmd, əşhədü ən lə iləhə illə əllə, əstəğfiruka və etûbü ileyk.